ABŞ və Çin qırıcı təyyarələri bu həftə Koreya yarımadası yaxınlığındakı sular üzərində qısa müddətli qarşıdurma yaşayıb. Bu barədə Yonhap News məlumat yayıb və hadisəni iki böyük güc arasında həmin bölgədə nadir rast gəlinən qarşılaşma kimi xarakterizə edib. Adı açıqlanmayan hərbi mənbələrə istinadən bildirilir ki, 18 fevralda ABŞ-a məxsus təxminən 10 qırıcı təyyarə Pyeongtaekdə yerləşən hava bazasından qalxaraq Cənubi Koreyanın qərbində beynəlxalq sular üzərində təlim uçuşları həyata keçirib. Amerika təyyarələri Çinin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olmasa da, həmin əraziyə yaxınlaşdıqları zaman Pekin öz qırıcılarını havaya qaldırıb. Çin Xalq Azadlıq Ordusu bütün proses boyu fəaliyyətləri izləmək və qanun və qaydalara uyğun şəkildə effektiv cavab vermək üçün dəniz və hava qüvvələrini təşkil edib, deyə Çinin dövlətə bağlı Global Times nəşri 20 fevralda adı açıqlanmayan mənbələrə istinadən yazıb. Cənubi Koreyada yerləşən təxminən 28-500 Amerikalı hərbçiyə nəzarət edən United States Forces Koreya məsələ ilə bağlı Bloomberg'in sorğusuna dərhal cavab verməyib. Çinin Xarici İşlər Nazirliyi iş saatlarından kənar göndərilən sorğuya cavab verməyib. Cənubi Koreyanın Müdafiə Nazirliyi isə ABŞ hərbi fəaliyyətlərini təsdiqləyə bilmədiyini bildirib. Qeyd edək ki, ABŞ Cənubi Koreyada təxminən 30.000 hərbçi saxlayır. Seul regionda ABŞ-ın hərbi təsirini genişləndirmək baxımından mühüm tərəfdaş hesab olunur. Rusiya ordusunda ciddi rabitə problemləri yarandıqdan sonra Rusiyalı hərbi təbliğatçılar cəbhə xəttindəki vəziyyət barədə getdikcə daha açıq danışmağa başlayıblar. Hətta Rusiya Z kanalları belə Ukrayna silahlı qüvvələrinə məxsus videolar yayımlayaraq işğalçıların cəbhədə üzləşdiyi nəhəng problemi Rus auditoriyasına göstərməyə başlayıb. Kadrlara Rusiyanın böyük telegram kanallarından biri olan Military Informant şərh verib. Görüntülərdə Rusiya hərbçilərinin bölmələri üçün rabitə körpüsü yaratmaq və IFI modulu quraşdırmaq məqsədilə hündür gülləyə qalxdığı əks olunur. Ukrayna dronu onları aşkar edərək yuxarıdan hücum edir. Kadrlarda rabitəni əl ilə düzəltmək cəhdinin necə ani hava ovuna çevrildiyi görünür. Təhlükəsiz rabitə kifayət etmədikdə, Rusiya bölmələri improvizə olunmuş həll yollarına əl atır. Avadanlıqları güllələrdə, damlarda və dirəklərdə quraşdırırlar. Bu, texniki iş deyil, sadəcə açıq hədəfə çevrilməkdir. Yüksəklikdə ən görünən nöqtədəsən və dronun yerdə mürəkkəb manevrlər etməsinə ehtiyac qalmır. Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya hərbçiləri arasında aparılmış və Starlink peyk terminallarının söndürülməsindən sonra rabitənin keyfiyyətindən şikayət etdikləri danışığı ələ keçirir. Nəticədə Ruslar alternativ yollar axtarmağa məcbur olublar. Lakin mövcud rabitə sistemlərinin keyfiyyəti qərb texnologiyaları ilə rəqabət apara bilmir. Mövcud alternativlərdən istifadə isə kanalın qeyri-sabitliyi və məhdud əhatə dairəsi səbəbindən cəbhədə problemli olaraq qalır. Starlinkin təcavüzkarlar tərəfindən istifadəsinin dayandırılması artıq bölmələr arası qarşılıqlı əlaqə, logistika və müxtəlif növ pilotsuz sistemlərin həm yerüstü, həm də hava tətbiqində ciddi problemlərə gətirib çıxarıb, deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib. Media qurumlarının məlumatına görə, Ukraynanın Müdafiə Nazirinin müşaviri Serhiy Flas-Beskresnovun sözlərinə istinadən, Starlink terminallarından istifadəyə qoyulan məhdudiyyətlər Rusiya qüvvələrinin koordinasiyasını xeyli çətinləşdirib və cəbhənin bəzi hissələrində hücum əməliyyatlarına artıq təsir göstərib. Ruslar cəbhədə Starlink terminallarını aktivləşdirmək üçün yollar axtarırlar. SpaceX Ukraynanın müdafiə qurumlarının müraciəti ilə Starlink texnologiyasından istifadə edən şahid tipli hücum dronlarına qarşı tədbirlər görməyə başlayıb. Bu kontekstdə cəbhə xəttində sabit rabitənin bərpası və döyüş şəraitində Rusiya qoşunlarını dəstəkləyə biləcək müasir texnologiyaların tətbiqi ilə bağlı addımlara diqqət artır.
Rusiya ordusu Yamal-Peyk seriyası vasitəsilə işləyən alternativ terminallardan istifadə etməyə çalışır. Lakin bu sistem sabit rabitə və video ötürülməsini təmin etmir. Peyklərin sayının məhdud olması səbəbindən bütün cəbhə xəttini əhatə edə bilmir və Peyk qrupunun əsas resursları Rusiyadakı abonentlərə xidmət göstərmək üçün istifadə olunur. Ələ keçirilmiş danışıqlar göstərir ki, hətta bu qurğularla belə əlaqə tez-tez qeyri-sabit olur və məlumatların komanda məntəqələrinə effektiv ötürülməsinə imkan vermir. Müdafiə kəşfiyyatı bildirir ki, Starlink-lə bağlı problemlər artıq bölmələrin koordinasiyasına, logistikaya və pilotsuz sistemlərin həm yerüstü, həm də hava istifadəsinə təsir edib. Bu, Rusiya qoşunlarının qarşılıqlı fəaliyyətini çətinləşdirir və onların döyüş effektivliyini azaldır. Bütün bunlar Rusiya cəmiyyətində və ordusunda narazılığı artırır. Bəzən bu narazılıq üsyan həddinə qədər çatır. Pokrovski sektorda döyüş əməliyyatları davam edir. Rusiya ordusu taktiki aviasiya və hava hücumundan müdafiə qüvvələrindən fəal istifadə edir. Ukrayna hərbi rəsmilərinin məlumatına görə, düşmən bölgədə əhəmiyyətli qüvvə toplayıb və müdafiə qüvvələrini mövqelərindən çıxarmağa çalışır. Ukrayna Milli Qvardiyasının artilleriya briqadalarından birinin artilleriya kəşfiyyat bölməsinin ştab rəisi Igor Yaremenko bildirib ki, düşmən Pokrovski və Mirnohrad ərazisində xeyli qüvvə toplayıb və müdafiə qüvvələrinin mövqelərinə sistemli şəkildə təzyiq göstərir. O qeyd edib ki, hücumlar davam edir və düşmən Ukrayna bölmələrini mövqelərindən çıxarmağa çalışır. Düşmənin taktiki aviasiyada açıq üstünlüyü var. Nəticədə Rusiya Federasiyası komanda və idarəetmə mərkəzlərini atəşə tutur, müdafiə qüvvələrinin möhkəmləndiyi bəzi mövqeləri məhv edir, deyə o vurğulayıb rəhbərlik etdiyi bölməyə görə. Rəhbərli döyüşlərdə idarə olunan hava bombalarından aktiv istifadə edildiyindən, Ukrayna əskərləri itkiləri azaltmaq və daha əlverişli mövqeləri tutmaq üçün manevr etməli və mövqelərini dəyişməli olurlar. Ukrayna hərbi hava hücum qüvvələrinin 7-ci sürətli reaksiya korpusuna görə Rusiya qoşunları Pokrovski və Mirnohradı pəncərə forması ilə almaq üçün səylərini gücləndirib. Təzyiq Kotlino və Rodinske yaşayış məntəqələrindən artır. Eyni zamanda düşmən Pokrovski şəhərinin şimal-qərb ətrafında, Grisino istiqamətində kiçik hücum qrupları ilə fəaliyyət göstərir. Hava hücum qüvvələri bildiriblər ki, Rusiya qoşunları şimal-qərbdən Pokrovskiyə doğru kiçik hücum qrupları ilə irəliləyir. Ukrayna müdafiə qüvvələri onları yaşayış məntəqəsinin kənarlarında möhkəmlənməyə çalışarkən aşkar edib məhv edir. Pokrovskiyə şimaldan kənd təsərrüfatı sahəsinə düşmən kəşfiyyat və sabotaj qrupu daxil olmağa cəhd göstərib, lakin Ukrayna qoşunları onu aşkar edib məhv edib. Ukrayna qüvvələri Pokrovski, Mirnohrad aglomerasiya zonasındakı əməliyyatları aktiv şəkildə davam etdirir. Pokrovski oxunda Ukrayna müdafiəçiləri Rodinske, Kotline, Filiya və Novoleksandrivka ilə Novopitorodni istiqamətlərində 21 Rusiya hücum və irəliləmə cəhdini dayandırır. Əvvəlki ilkin qiymətləndirmələrə görə, Ukrayna qüvvələri bu sektorda 9 texnika, 24 xüsusi avadanlıq, 2 pilotsuz uçuş aparatının idarə etmə məntəqəsi və 1 hərbi sursat anbarını məhv edib. Bundan əlavə, 2 artilleriya sistemi, 10 texnika və 9 Rusiya hərbçisi sığınacağı zərbələrə məruz qalıb. Hərbi rəsmilər bildiriblər ki, düşmən Pokrovski və Mirnohradı mühasirəyə almaq səylərini gücləndirib, təzyiq Kotlini və Rodinske yaşayış məntəqələrindən artır. Ukrayna müdafiə qüvvələrinin bölmələri bu niyyətlərin qarşısını alır. Xüsusilə hava kəşfiyyatı gücləndirilib və ehtimal olunan düşmən irəliləyiş marşrutları əlavə minalanır. Daha irəliləyişlərin qarşısını almaq üçün axtarış və zərbə əməliyyatları aparılır. Düşmən hücum qruplarını dəstəkləmək üçün istifadə etməyə çalışdığı döyüş texnikası məhv edilir. Ukrayna bölmələri tərəfindən axtarış və zərbə əməliyyatları Mirnohrad və onun ətrafında da davam edir. Rusiya qoşunları kiçik piyada qrupları taktikasından istifadə etməyə davam edir ki, bu da onların canlı qüvvəsini ciddi şəkildə tükədir. Hərbi rəsmilər vurğulayıb ki, Ukrayna qüvvələri yalnız Rusiya piyada qoşunlarını məhv etməyə deyil, həm də dron operatorlarını zərərsizləşdirməyə yönəlib. Deepstatein həmtəsisçisi Roman Pogoreli əvvəllər bildirib ki, Rusiya qoşunları Pokrovski şəhərinin 95% inə qədərini nəzarət altına ala bilər. Lakin şimal-qərb və Rodinskoya yaxınlığında aktiv döyüşlər davam edir. Ötən həftə ərzində Ukrayna müdafiə qüvvələri 255 Rusiya hərbçisini öldürüb və yaralayıb. 19 texnika və motosikli məhv edib və ya zədələyib, 29 dron buraxılış məntəqəsini vurub.
36 sığınacaq və anbarı məhv edib və ərazidə 575 hücum dronunu endirib.